Deməli, bəzi iki hecalı isimlər var ki, onlara hal və mənsubiyyət şəkilçisi gəldikdə son saiti düşür. Hal və mənsubiyyət şəkilçisi deyirəmsə, burada saitlə başlayan hal və mənsubiyyət şəkilçisidir və saitlə başlayan hallar yönlük və təsirlik və yiyəlik hal olduğuna görə yönlük, təsirlik və yiyəlik hallar və eyni zamanda mənsubiyyət gəldikdə, mənsubiyyət də saitlə başladığına görə bu isimlər son saitini itirir. Nə deməkdir bu? Məsələn, yazıram isim. İsim sözündə iki sait var. 1, 2, 2 qapalı sait var. Buna mən bir dənə də i artırsam və yaxud da bir dənə ə artırsam və yaxud da bir dənə in artırsam, olacaq nə? İsmin, ismə, ismi. Yəni kök nə qalacaq? İsim qalacaq. İsim, ism 3 hərfdən ibarət olacaq. Demək ki, bu saitlər gəldikdə, saitlə başlayan hal və ya mənsubiyyət gəldikdə sözün kökü nə idi? İsim, isim. Bu kökdəki i düşür. Kökdəki i düşür. Nə qalır? Kök qalır. İsim. Kök bir hecadan ibarət olur. Bunun üzərinə yenidən nə artırıram? İn, ə, i, yəni ismi, ismin, ismə olur. Demək ki, normalda tutalım yazsam ki, isim, də, isim, dən. Buna yerlik hal artırsam, çıxışlıq hal artırsam, eyni zamanda adlı halda, eləcə isim formasında bunlar olduğu kimi qalacaq. Sait düşmə baş verməyəcək. Amma saitlə başlayan, yəni yönlük, yiyəlik və mənsubiyyət artırdığım zaman, eyni zamanda təsirliyi artırdığım zaman kök düşəcək, ism qalacaq. Bu, halda gələndə baş verir, mənsubiyyət də gələndə baş verir. Hansı sözlərdir? İsim, cisim, nəsil, fəsil, ətir, qəbir, qədir, şəkil, zehin, ömür, eyib, sətir, abır, səbir, əsil, meyil, xeyir, şeir, izin, qisim, fikir, heyif. Adətən sonu sonor samitlə bitən sözlər iki hecalı, sonu qapalı saitlə, sonor samitlə bitən sözlərə aiddir. Amma buradan məsələn eyib sözüdür ki, heyif sözüdür ki, bunlar sonorla bitməsə də bunlara da aiddir bu qayda ki, saitlə başlayan həm hal, həm də mənsubiyyət gələndə, baxın, eyni zamanda halda gələndə bunlarda düşmə baş verir. Mənsubiyyət də gələndə, saitlə başlayan hal və mənsubiyyət gələndə son sait düşür. Bir dənə nümunə gətirək, məsələn zehin. Deyirəm ki, zehin. Zehində düşmə olmadı. Zehindən düşmə olmadı. Eləcə zehin düşmə yoxdur. Çünki samitlə başlayıb. Amma bir də var, deyirəm ki, zehni. Nə baş verdi? Zehnin içindəki i artıq yoxdur. Düşdü. Zehnə, zehni. Düşmə baş verdi. Və yaxud da başqa bir söz götürək. Məsəl üçün, daha çox istifadə etdiyimiz, buradan hansı söz olur? Məsələn, fikir sözü. Fikrimiz deyirəm. Fikrin. Fikrimiz. Baxın, fikir qalır kök. Düşmə baş verir, çünki imiz mənsubiyyət. Saitlə başlayır və sözün kökündəki sait düşür. Söz fleksiya olur. Kök saitini itirir. Bir də var ki, hansı sözlər yalnız mənsubiyyət gələndə son saitini düşürən sözlər. Bunlar milli sözlərdir, amma bayaq saydıqlarımız alınma sözləri idi. Bunlardan hamısı millidir, bir dənə ağıl sözü alınmadı, amma yenə də bunlarda yalnız mənsubiyyət gələndə düşmə baş verir. Yəni hal gələndə düşmə olmur. Yalnız mənsubiyyət gələndə düşmə olur. Hansı qrup sözlərdir? Bədən üzvlərimizdən də bağlı çoxu. Ağıl, beyin, alın, ağız, burun, boyun, qoyun, çiyin, qarın, ovuc, könül, əyin, qayın, oğul sözləri. Deməli, bu sözlərə seçmək üçün baxırıq ki, bunlar daha çox bədən üzvlərimiz, bir də qohumluq bildirən sözlərdir. Bunlarda nə baş verir? Yalnız mənsubiyyət gələndə düşmə baş verir. Necə? Məsələn, deyirəm ki, oğul. Oğula hal artırsam, saitlə başlayan hal artırsam. Desəm ki, oğulun hərəkəti. Bu zaman un hal olduğuna görə, yiyəlik hal olduğuna görə
düşmə olmayacaq. O olduğu kimi qalacaq. Amma deyəndə ki, sənin oğlun, sənin oğlun. Bu zaman sənindəki imyəlikdir deyə, oğuldakı gəldikdə, mənsubiyyət gəldikdə oğul qalacaq. Kök dəyişəcək, oğul qalacaq. Yəni fleksiya uğrayacaq. Demək ki, bu qrup sözlərdə mənsubiyyət gəldiyi zaman söz kökü dəyişir, hal gəldikdə isə olduğu kimi qalır. Deyəndə ki, oğula, u qalacaq. Amma deyəndə ki, oğlu, onun oğlu deyəndə mənsubiyyət gəldikdə düşəcək. Və bu sözlərdə bilirik ki, məsələn, təsirli çal şəkilçisi I, U, Ü 4 variantdır. Eyni zamanda mənsubiyyət I, U, Ü 4 variantdır. Yerli çal ın, in, un, ün və eyni zamanda mənsubiyyət ın, in, un, ün amonim şəkilçidir. Bəs mən nə biləcəm ki, buna artırılan mənsubiyyətdir, yoxsa haldır? Deməli, baxacam. Əgər oğlu düşübdürsə, bilirik ki, düşmə nə zaman olur? Mənsubiyyət gələndə olur. Düşübdürsə, mənsubiyyətdir, adlı haldır. Yox, düşməyibdürsə, məsələn, deyirəm ki, oğul düşməyibdirsə, deməli təsirlik haldır və ona görə düşmə baş verməyibdir. Çünki dedik ki, bunlara hal gələndə düşmə olmur. Və bəzən də suallarda nə çıxır qarşımıza? Deyir, hansı nümunədə deməli, hal artırdığımız zaman, təsirlik hal artırdığımız zaman 3 hecalı isim yaranır. 3 hecalı deyirsə və yaxud da yerli artıq zaman 3 hecalı olur. Deməli, oğulun. Deməli, bu qrup sözlərdir ki, bunlara hal gələndə düşmə olmadığına görə 3 heca qalmış olur. Amma birinci qrup sözlərə hal da gələndə, mənsubiyyət də gələndə düşmə olur deyə artıq 2 hecalı qalmış olur.